Salam dostlar, Harvard Business Review'nun İnsan Yönetimi kitabı ilə davam edirik. Ötən videoda kendinizi yönetmək kitabına nəzər salmışdıq. Necə deyərlər, özümüzü yönetib bitirdik, indi keçirik insanları yönetməyə. Hər zamanki kimi kitabın mündəricatı ilə tanış olaq. Sonuç alıcı liderlik. Bir kere daha çalışanları nasıl motive edersiniz? Başarısızlığa koşullanma sendromu. Acemi yöneticilərinizi kendilərindən korumak. Büyük yöneticiler ne yaparlar? Adil süreç, bilgi ekonomisinde yönetim, akıllı insanlara öğrenmeyi öğretmek, ne kadar etiksiniz ya da değilsiniz, ekip disiplini, amirinizi yönetmek. İlk məqalə Daniel Goleman'a məxsusdur. Biz onu digər kitablardan da tanıyırıq. Bu məqalədə yazılır ki, liderin əsas görəvi sonuc almaqdır və sonra yaxşı sual verir. Amma necə? Dostlar, yönetici olmaq olar, istədiyinə bir şəkildə nail olmaq da olar. Amma önəmlisi budur ki, kim bu prosesdə necə yadda qalacaq? Məqalədə böyük həcmli bir araşdırmanın nəticəsi paylaşılır. Araşdırmanın nəticəsinə əsasən 6 növ liderlik tərzi ayırd edilir. Hansı ki, bu emosional zəkanın komponentləri ilə əlaqələndirilir həmçinin. Emosional zəka haqqında liderlik videosunda danışmışdıq və gələcəkdə bu mövzunu daha ətraflı müzakirə etməyi planlayıram. Mətləbdən uzaqlaşmayaq. Dedik ki, bir araşdırma nəticəsi olaraq 6 növ liderlik tərzi ayırd edilib. Gəlin bunlar ilə tanış olaq. Dayatıcı liderlik, güvən verici liderlik, yaxınlıq sağlayıcı liderlik, demokratik liderlik, sürükləyici liderlik, yönləndirici liderlik. Bu məqalədə iqlim deyilən bir termindən danışılır. Burada iqlim tam mənada bizim danışıqda işlətdiyimiz ortam, atmosfer, mühit demək deyil. Bu məqaləyə istinadən qurumun iqlimi anlayışı çalışma ortamını etkiləyən bir çox faktorları özündə birləşdirir. Buna aiddir işçilərin əsnəkliyi, standartlar, ödüllər, sorumluluq, berraklıq, bağlılıq kimi faktorlar. Bunlar qurumun iqlimini təşkil edir və çox önəmli faktorlardır. Biz elə tərz liderlik etməliyik ki, bu faktorları olumsuz etkiləməyək. Diqqət edək bir nüansa, araşdırmaçılar bunu da araşdırıblar. Qurumun qeyd etdiyimiz kimi bu iqlim faktorlarının hansı liderlik tərzi necə etkilədiyini araşdırıblar. Nəticəyə əsasən dayatıcı və sürükləyici liderlər olumsuz etkiləyir qurumun iqlimini, yaxınlıq sağlayıcı, demokratik, yönləndirici tarz liderlik olumlu etkiləyir, güvən verici liderlik tərzi isə ən güclü şəkildə olumlu etkiləyir. Deməli dostlar, güvən hər zaman çox önəmlidir. Qeyd edim ki, bu liderlik növləri arasında keçidlər edilə bilər. Situasiyadan asılı olaraq hər bir halda insan özü düşünüb qərar vermə qabiliyyətini qorumalıdır. Bu müxtəlif liderlik növlərinin hansının harada işlənəcəyini sizə heç kəs deyə bilməz. Çünki nə yaşadığınızı, kimlərlə çalışdığınızı sadəcə siz bilirsiniz. Bu yazılanlar ümumi anlayışlardır. Çox zamanda başqalarının təcrübələridir. İstifadə etmək faydalı olar, amma kopyalamaq faydalı olmaz. Onu da qeyd edim ki, biz fərqli kitablarda, kurslarda, fərqli araşdırma nəticəsi olaraq bir-birinə tam eyni olmayan təsnifatlar görə bilərik. Narahat olmağa ehtiyac yoxdur. Bu mövzular dəqiq elmləri əhatə etmir. Siz bu mövzularda söhbət edərkən istinad mənbəyi göstərməyiniz kifayət edər. Mən bir kənara çıxma etmək istəyirəm liderin istədiyini almaq mövzusunda. Lider istədiyini almaq üçün nə istədiyini özü bilməlidir və onu düzgün təsvir etməlidir. Bundan sonra əgər komandasında zəka geriliyi yoxdursa, çalışanlar normal, sıradan biriləri olsalar belə lider istədiyinə nail olacaq. Başarısızlığa koşullanma sendromu önəmli bir mövzudur və həqiqətən də bədəli ağırdır. Bu məqalədə yazılır ki, bir çalışanın başarısız olması hər zaman onun özündən qaynaqlanmır. Çox zaman buna rəhbərin düzgün olmayan yanaşması səbəb olur. Dostlar, bu məsələyə diqqət edək. Özümüzü başarısız zənn etdiyimiz bir çox məsələdə bəlkə də başarısız deyilik, başarısızlığa sürüklənmiş ola bilərik. Ya bilərəkdən ediblər bunu, ya da bilməyərəkdən. Ortada bir başarısızlıq varsa, yalnız özümüzü deyil, mühiti də analiz edək və qərarımızı ona görə verək. Məqaləyə əsasən bu sindrom çox vaxt fərqində olmadan başlanır. Əlbəttə, başarısızlıq bizdən qaynaqlandıqda bunun üzərində çalışmalıyıq və performansımızı yüksəltməliyik. Burada əsas məsələ rəhbərin tetikləmiş olduğu başarısızlıqdır. Bunun necə gelişdiyinə nəzər salaq. Hesab edək ki, qurumda yeni əməkdaş var və hər hansı bir kiçik yanlışı oldu
Rəhbər nə edir? Ya əməkdaşı daha çox kontrol altına almağa başlayır və təbii ki, əməkdaş sıxılır, özgüvənini itirir. Və ya rəhbər digərləri ilə münasibətini daha yaxşı tutur. Onları başarılı, yüksək performanslı və qurumun əsas adamı kimi qələmə verir və yeni əməkdaş özünü mövzudan kənarda, qrup xaricində hesab edir. Belə olduqda əməkdaş münasibət bildirmir, təşəbbüs göstərmir, susur, sadəcə saatların keçməsini gözləyir və ya getmə planları qurur. Hər bir halda qurumdakı performansı getdikcə daha da aşağı düşür. Burada hər kəs itirir: qurum, rəhbər və işçi. Bu məqalədə bir söz diqqətimi çəkdi. Rəhbərin yüksək performanslı bulduğu kişi. Burada bulduğu sözü çox önəmlidir. Bu söz bir sual yaratdı məndə. Rəhbərin performans, başarı anlayışı nədir? Bu əməkdaş həqiqətən performanslıdır, yoxsa rəhbər bunu performanslı qələmə verir? Rəhbərin şəxsi maraqlarını ödəyən işçidir bəlkə. Belə hadisələrin şahidi çox oluruq ki, bir qrup əməkdaş rəhbərə çox yaxındır, prosesin içində görünür və anidən nə olursa ən yaxın, ən yaxşı kimi bilinən bu əməkdaşın işinə xitam verilir. Bəs performans ya yalan idi, ya da Allah bilir nə məsələ idi. Dostlar, əgər belə bir ortamdasınızsa, deməli çox toksik bir mühitdəsiniz. Bura sizin yeriniz deyil. Bu gördüyünüz də lideriniz deyil. Nə də siz başarısız deyilsiniz. Buranın kimsəyə faydası yoxdur. Planınızı qurun və ən qısa zamanda uzaqlaşın. Sonunda onu demək istəyirəm ki, insan yönətmək bir sənət ola bilər. Mənə görə isə önəmli olan yönətmək deyil, doğru yola yönətməkdir. Növbəti videolarda görüşənədək özünüzə yaxşı baxın, Allah amanında qalın.